Davam edirik. İşğaldan azad olunan ərazilərə böyük qayıdış proqramı çərçivəsində Səhiyyə Nazirliyi vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. Ötən gün keçirilən aksiyada 70'ə yaxın sakin iştirak edərək müayinədən keçib. Səhiyyə Nazirliyi aprelin 30'unda Ağdərə rayonunda əhalinin növbəti tibbi müayinələrini təşkil edib. Nazirliyin Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən rayonun Talış kəndində əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb. Tədbirin əsas məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konjunktivit, refraksiya patologiyası, miopik astigmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb. Ümumilikdə oftalmoloji aksiya çərçivəsində 70'ə yaxın vətəndaş müayinədən keçib. Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.